Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə 2025-ci il 2-ci cəhd və 2016-cı il qəbul imtahanı düşmüş belə bir blok mətninin izahına baxırıq. Keçək sualımızın izahına. Deyir, biologiya müəllimi həftədə 5 gün, 1-ci, 5-ci günlər məktəbin 4, 10-cu sinifə və 4, 11-ci sinifə. Burada texniki səhv olub, burada 11A, 11B, 11C olmalı. Dərs deyir. Cədvələ görə müəllim hər gün 2 saat dərs keçir. Yalnız 1 10-cu və 1 11-ci sinifin həftədə 2 saat, digər siniflərin həftədə 1 saat biologiya dərsi olur. Baxın, bu sualı necə həll edirik? Günlərə və siniflərə uyğun cədvəl qururuq. Gəlin cədvəlimizi quraq. Belə bir cədvəl qursaq, bunu 5 hissəyə bölək. Çünki həftədə 5 günümüz var. Yuxarı hissəyə günləri qeyd eləsək. 1, 2, 3, 4, 5. Sol tərəfdən isə 10-cu və 11-ci sinifləri qeyd edək. Bura 10-cu siniflər olsun, bura 11-ci siniflər olsun. Görək bizə şərtlərdə nə verib. Deyir, çərşənbə günü 10-cu A sinifində dərsi var. Çərşənbə günü bizdə hansı gündür? 3-cü gün. Deməli, 10-cu A sinifində dərsi var. Bax, qeyd elədimsə bu şərti silirəm. 11-ci B sinifinin həftə yalnız bir dəfə dərsi var. Bunu qeyd edə bilmirik, hələ ona görə saxlayırıq. 11-ci B sinifində dərsi olan gün 10-cu sinifində dərsi var. Bunu da hələ qeyd edə bilmirik. Bazar ertəsi günü 10-cu D. Bazar ertəsi 1-ci gündür. 10-cu D və 11-ci A siniflərində dərsi var. 11-ci A sinifində dərsi var. Artıq bu şərtdə silinir. Çərşənbə axşamı və cümə axşamı, yəni 2-ci və 4-cü gün. Eyni bir 11-ci sinifdə dərsi var. Burada artıq mən 11B-ni qeyd edə bilərəm. Baxın, 11B həftədə yalnız bir dəfə dərsi varsa, biz 11B-ni onda 2-ci və 4-cü günə yaza bilmərik. Çünki 2-ci və 4-cü günlər eyni bir 11-ci sinifə dərs olur. Onda yalnız qalır 3-cü və 5-ci günə yazmaq. Və burada belə bir şərt var ki, 11B-yə dərsi olan gün 10C-yə də dərsi var. Amma 3-cü günü baxın 10A-ya dərsi var axı. Deməli 3-cü günə də mən 11B-ni yaza bilmirəm. Onda 11B-ni yaza bilərəm yalnız 5-ci günə. 11B-yə dərsi olan günü 10C-yə də dərsi var. Baxın, bu şərti də nə elədik? Bunların hamısını qeyd elədik. İndi oxuyaq görək, bu sonda 2 şərtdə nə çıxarda bilirik? Deyir, cümə axşam və cümə günləri eyni bir 10-cu sinifdə dərsi var. Cümə günü 5-ci gün, yəni C sinifində dərsi varsa, 10-cu C sinifində dərsi varsa, onda cümə axşamı da 10-cu C sinifində dərsi olur. Yaxşı, 10A-nı yazdıq, C-ni yazdıq, D-ni yazdıq, 2-ci günə qalır 10B. Bəs 11-ci siniflərdən biz A ilə B-ni tapmışıqsa, C ilə D-ni tapa bilmirik. Baxın, əgər 2-ci və 4-cü günləri eyni bir 11-ci sinifə dərsi varsa, mən 2-ci və 4-cü günlərə C yazsam, onda 3-cü günə bir dənə qalır D. 2-ci və 4-cü günlərə D yazsam, onda 3-cü günə qalır C. Bunların yerini dəqiq bilmirəm. Ona görə də bunları burada nə edirəm? Saxlayıram ki, bunların yerləri dəqiq bilinmir. Ehtimallarımı da yazmışam. İndi oxuyaq görək. Deyir, aşağıdakılardan hansını müəyyən etmək mümkündür? 10-cu siniflərdən hansısa müəllimin həftə 2 saat dərsinin olmasını? Bəli, tapa bilərik. 4-cü və 5-ci günləri 10C-yə dərsi var. Bir doğrudur. 11-ci siniflərdən hansısa müəllimin həftə 2 saat dərsinin olmasını? Bunu tapa bilmirik. Çünki 2-ci və 4-cü günləri C-də uyğun gəlir, D-də uyğun gəlir. Bu tapılmır. Cümə günü müəllimin 10-cu siniflərdən hansına dərsin olmasını? Bəli, tapa bilirik. 10C-yə dərsi var. Hansı günlər müəllimin 11-ci A sinifinə dərsinin olmasını? Onu tapa bilərik. 2-ci gün, 3-cü gün, 4-cü və 5-ci günü 11A-ya dərs yoxdur. 11A-ya yalnız bazar ertəsi dərsi var. Cavabımız oldu 1, 3, 4. Müəllimin çərşənbə axşamı ya da sinifində dərsi var. Çərşənbə axşam, yəni 2-ci gün, ya 11C-yə dərsi var, ya 11D-yə dərsi var. Bu A variantıdır. Sonra oxuyaq görək.
3-cü sualımızda nə deyir? Deyir, müəllimin eyni hərflə işarələn 10-cu və 11-ci siniflərə həftənin eyni gün dərsi yoxdursa, yəni 10-cu A sinifə 10-cu aya dərsi olan günü 11-ci aya dərsi yoxdur. Baxın, eyni hərflə işarələyiblər. Onda buradan xırda bir nüans çıxır. Əgər cümə axşamı C sinifinə dərsi varsa 10C-yə, onda cümə axşamı 11C-yə dərsi ola bilməz. Baxın, şərtdə deyir. 10-cu A sinifinə dərsi olan gün 11-ci aya dərsi olmur. Bunlar eyni hərflə işarələnibdən uyğun gəlmir. Onda biz buradan avtomatik nə edərik? Cədvəlimizdə. Bu hissəni silərik. Yenidən yazarıq. 10C ilə 11C ilə 11D-ni yazmalıyım. Bura C-ni yaza bilmiriksə, onda bura düşür 11D. Onda 2-ci və 4-cü günlərdə 11D-yə dərs olur, 3-cü gün qalır 11C. İndi bizdən nəyi soruşur? Cümə axşamı hansı siniflərə dərsi var? Cümə axşamı 4-cü gündür. Baxın, 10C ilə 11D-yə dərsi var. Bu da oldu A variantı. Sualımızın izahı bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək.